Assalamu alaikum. Mən bugün sizlərlə Azərbaycanda baş verən hadisələrdən və ona olan münasibətdən, xüsusən son zamanlar Azərbaycan əsilli Yahudi müğənni Evroviziya yarışında bizim ölkənin ona 12 bal verməyi və bizə olan qısqanclıq, ətraf xalqların deyil, eyni zamanda müsəlman və qeyri-müsəlman ölkələrin, xüsusən də məni narahat edən Azərbaycan daxilində və Türkiyədə bəzi, Türkiyə deyim, abdalların münasibəti. Biz səsimizi kimə verməliyik? İspaniya yoxsa Fransaya və digər Avropa ölkəsinə kimə verməliyik səsimizi? Bir də bizi ittiham edirlər ki, biz güya Yahudilərə satılmışıq. Nəyinə? Nə satılmışıq? Biz Yahudilərə bəli, petrol satırıq. Onun da müqabilində biz Yahudilərdən texnoloji silahlar alırıq. Texnoloji silahlar biz Qarabağın azad olunması üçün istifadə edirik. Bizim başqa çıxış yolumuz yox idi. Birinci Qarabağ müharibəsində bizə başqa bir dövlətlər heç kəs silah vermədi. Erməniləri hər cür silahlandırdılar. Bizim bizə, hətta qardaş dövlət Türkiyə belə bizə silah verə bilmədi. Və nəticədə biz torpaqlarımızı itirdik. Ermənilər bizim qanımızı tökərək torpaqlarımızı aldılar. Bizə isə silah vermirlər, satmırlar ki, biz öz torpağımızı silah gücünə azad edəyik. Biz də məcburiyyətdən İsraillə danışığa getdik və İsrail bizə silah verdi, müasir silahlar verdi. 2016-cı ildə hələ bayraqdarlar olmayanda biz 2016-cı il 4 günlük müharibədə demək olar İsrail texnologiyasının Ermənistan silahlı qüvvələri dizi üstə çökürdü. Deməli Ermənistan hələ o vaxtı kapitulyasiya aktinə imza atmışdı. Sonra da düzdür, boyunlara almadılar, məcbur olduq. İkinci Qarabağ müharibəsi başladı. Yenidən İsrail texnologiyası işə düşdü. Əsasən bizim İtkovan dediyimiz həmin o texniki vasitələr də onlar hamısı İsrailin texnologiyası ilə burada istehsal olunurdu. Bax, bunlar bizə üstünlük verdi və bugün həmin adamlara demək istəyirəm, xüsusən abdal adamlara demək istəyirəm, Türkiyədə olsun, bizdə olsun və digər ölkələrdə olsun, Türkçə danışan insanlar əgər başa düşmürlərsə deyim, əgər İsrailin texnoloji silahları burada olmasaydı, bizim şəhidlərimizin indiki sayı 3000 yox, 13.000-ə çatardı. İndi bəzilər deyəcəklər ki, Türkiyə bizə yardım elədi, başqa ölkələr bəli. Türkiyənin elədiyi bu 2-ci Qarabağ müharibəsində bu qardaşlıq yardımını qardaşlar gündə lazım olur. O da bizə kömək edir. İsrail də eyni zamanda. Ancaq biz İsrailin texnoloji texnoloji hərbi sursatı ilə biz müharibəni apardıq əsasən. İndi kimsə bunu başqa cür başa düşər, özü bilsin. Bizi ittiham edirlər ki, biz satqınıq. Nəyə satılmışıq? Ərəblər, Fələstinlər öz torpaqlarını pul naminə İsrailə satdılar. Bugünkü bəlalar da, əsas bəlaların da biri də bax həmin o satılan torpaqlardır. İndi biz Fələstində olan hadisələri, orada soyqırımı, orada olan baş verən fəlakəti biz nəinki bir müsəlman kimi, hətta insan kimi də öz içərimizdən keçirik. Bunu başa düşürük. Ancaq biz ora müdaxilə eləyə bilmirik. Bizi ittiham edən adamlar qoy ərəblərə baxsınlar. Bax, Trump'ın qəbuluna baxdı, sanki peyğəmbər kimi qəbul elədilər. 1 trilyon dollarlıq onların hərbi texnoloji avadanlıq almaq üçün Amerikaya xeyir verdilər. Amerika İsrail deməkdir. İsrail isə Amerika. Bəzən bizim abdallar, xüsusən Türkiyədə Məhəmmədçik İsrailə girməlidir, bərpa eləməlidir, haqq qanun. Siz Amerikanın İsrail deyilən bir ştatına girirsiniz. New Jersey ya Kaliforniya və yaxud yaxın şərqdəki İsrail deyilən bir şirkətidir. Bizim Qarabağ müharibəsi zamanı bizim Avropadan və digər ölkələrdən sanksiyalar nəticəsində bizə silah verməyədiyi halda İsrail bizə ən müasir silahlarını verdi. Və biz onunla torpaqlarımızı demək olar ki, işğaldan azad etdik. Yəni, əskərlərimizin canını, satını aldıq. Bizi ittiham edirlər satqınlıqda. Niyə? Biz nə etməliydik ki? Biz İsraillə iqtisadi əlaqələri kəsiriksə, biz artıq düşürük sanksiya. Yəni, biz İsrailə neft satmaq anlaşmamız var. Əgər biz onu pozuruqsa, deməli, biz cərimə ödəyik. Bütün dünya bunu qəbul eləyib. Bütün beynəlxalq təşkilatlar bunu qəbul eləyib. Beynəlxalq hüquq bunu təsdiq eləyir ki, əgər biz müqavilədən çıxırıqsa, onun cəriməsini ödəyir. Kim ödəyəcək cəriməsini? Ərəblər hansı ki,
1 trilyon dollarlıq silah alırlar. Heç kəsinə vuruşmağa da qadirlər. Həmin silahdan da İsrailə qarşı istifadə edə bilməz. Yalnız özlərinə və yaxud İrana qarşı. Amma İran 1-ci Qarabağ müharibəsi zamanı sağ olsun bizə kömək elədi, bizim qaçqınları yerləşdirdi. Ərzaq təminatını təmin elədi. Ancaq silahla bizə heç bir müsəlman ölkəsi, hətta ərəblər belə xaricdən aldığı o bahalı silahları pul naminə də bizə satmadılar. Bu gün bizi ittiham edən adamlar heç olmasa əl altından pul naminə də bizə ötürə bilərdilər. Onu da eləmədilər. Həmin insanlar bu gün Türk abdallarla Azərbaycanına və yaxud Türk dünyasında olan bəzi abdallarla birləşərək bizə qarşı çıxırlar. Biz malımızı satırıq. Satmazsak biz bunun cəriməsini ödəməliyik. Güyamış ki biz İsrailə petrol satmasa İsrail petrolsuz qalacaq. Samolyotları və digər texnologiyası uça bilməyəcək. Əgər İsrail F-35 kimi təyyarələri verənlər, ona ən ağır bombalar, İsrail 90%, 70, 80, 90% silahını Amerikadan alır. Siz de doğrudan fikirləşirsiniz ki, Azərbaycan petrolunu verməsə, İsrailin bütün tankları dayanacaq. Gülməlidir. Bizim problemlərimiz bizə bəsdir. Bizə başqa ölkələrin də problemlərini yükləmək ən azı ilə Türklər demişə abdallıqdır. Bəzən də bizləri günahlandırırlar ki, siz İsrailə satılmışsınız. İsrail sizdən istifadə edir, Cənubi Azərbaycan, yəni İranda yaşayan Azərbaycanlıları İran rejiminə qaldırmaq üçün. Hələ İsrail bizim ərazidən İrana qarşı heç nə istifadə eləməyib. Yəni bizim ölkə başçısı onu xəbərdarlıq elədi ki, bizim ölkələrdən, ölkə ərazisindən başqa ölkələrə qarşı hərbi məqsədlər üçün istifadə olunmağına imkan verməyəcəyik. Amma biz İsrailin silahlarını öz hərbi niyyətlərimizi yerinə yetirmişik. Bəli, öz əskərlərimiz, öz insanlarımızın canı bahasına ki, silahlar xatirinə heç olmasa öz əskərlərimiz, öz insanlarımızın həyatını xilas edirik. Dediyim kimi, İsrailin silahı olmasaydı biz 3000 yox, bəlkə də 13000-ə qədər şəhid verə bilərdik. Heç olmasa bunu nəzərə alın. Hər kəs öz işində olsa daha yaxşı olar. Mən öz sadəcə vətəndaş mövqeyindən çıxış elərəm. İsraillə müharibə eləmək üçün bir də qoltuqda oturub məni kimi müharibə olmur. Fələstinə getmək lazımdır. Müharibə hərb meydanındadır. Sözdə, qoltuqlarda yox.